Məktəblilər arası Milli Hakaton 2025 müsabiqəsinin sonuncu günüdür. Qazax Tovuz Regional Təhsil İdarəsi üzrə 5 mərkəzdə təşkil edilən Milli Hakaton 2025 müsabiqəsində 550-dən çox şagird iştirak edib. İmtahan necə keçdi? İmtahan yaxşı idi. Yəni biraz çətinliyin proqramlaşdırma üzərinə oldu. Ondakı biraz həll eləməyə çalışdım. 64% nəticə göstərdim. İnanıram ki, daha yaxşı yerlərə də keçə bilərəm. Hansı məktəbdən qatılırsınız? Ağstafa bir sayılır, tam orta məktəbdə. Necə idi imtahan? Çox da çətin deyildi, normal idi. Yaxşı, düşünürəm ki, yaxşı yazmışam. Birinci qrupa hazırlaşıram, inşallah özümü inkişaf elətdirəcəm bu sahədə. Belə bir müsabiqənin olması mənim üçün çox yaxşı oldu və elə özüm də birinci qrupa hazırlaşırdım. Mənim üçün də yaxşı bir dəyərləndirmə oldu. Bundan sonra gələn bütün hakaton müsabiqəsinə gələn bütün uşaqlara yarıçasına bol şanslarımı diləyirəm.